Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz deməli modal feillərdir. Modal feillərin testlərinə baxacağıq. Birinci sualımızda the bus is overcrowded, you to wait for the next one. Modal feillərdə bildiyimiz kimi to ilə işlənən əsas modal feillərimiz hansıdır? Have to, ought to və to be able to. Deməli, to be able to da həmişə will be, be həmişə olmalıdır, will be able to olmalıdır, won't be able to olmalıdır. Haven't to deyə bir şey yoxdur ümumiyyətlə. Needn't to ilə işlənməz heç vaxt, qaldı will have to. You will have to wait. Yəni have to feili gələcək zamanda işlənəndə will ilə işlənir. Yəni you will have to feili ya da you will be able to. İkisi də ola bilər də, sadəcə burada be yoxdur, ona görə səhvdir. C variantı düz cavabındır. İkinci sualda rent a room, she can stay at my place. Cavablardan baxmalı çalışaq. Haven't to deyə bir şey yoxdur dedik. Oughtn't ya da ought ya da don't have bunlar həmişə to ilə işlənir. Qalır burada needn't. You needn't rent a room. Sənin demək otaq kiralamağa ehtiyac yoxdur. O Jane deməli məndən qala bilər. Sonra as we are short of time, you distribute the birthday cards at once. Cavablara baxırıq. Have-dən sonra to işlənməlidir. Ought-dan sonra to işlənməlidir. Yəni have-dən sonra to qalır must və have to. Must-dan have to işlənməlidir və sinonimdir. Düz cavabdır. B variantı. Dördüncü sualda ought-lar və oughtn't-lardan sonra to gəlməlidir. Hasn't to ifadəsi səhvdir. Should düzdür. Needn't düzdür. Sadəcə tərcümə edirik. İki cavab arasında qalanda bunu tərcümə ilə tapmalıyıq. Everybody have the same educational opportunities. Hər kəsin bərabər təhsil imkanları olmalıdır. Demək olacaq should. Should da malı məlidir, amma bu məcburiyyət deyil. Bu demək olar ki, məsləhət bildirir. Tövsiyə, məsləhət kimi cümlələrdə işlənir. Sonra 5-ci sualda we preserve our natural resources. Haven't to səhvdir, oughtn't to yoxdur. Oughtn't to ilə işlənir. Və burada need to düzdür, yəni feil olaraq düzdür, amma bizdən modal feil istədiyinə görə need to modal feilimiz yoxdur. Need to əsas feildir. Ona görə qalır we must. 6-cı sualda I'd like to change my job but find anything better. Burada deməli yenə haven't to səhvdir, ought və ought-dan sonra to gəlməlidir. İki cür edə bilərik. Bir anything-ə baxıb, anything-ə görə can't götürərik ya da tərcümə edirik. I'd like to change my job but can't find anything better. Mən işimi dəyişmək istədim, ancaq daha yaxşı bir şey tapa bilmədim. Buna görə olacaq can't. Yəni inkarda. Sonra 7-ci sualda hasn't to səhvdir, needn't-dan sonra to gəlməz, hadn't to səhvdir, oughtn't-dan sonra to gəlməlidir, qalır can't. This can't be my umbrella. We stop yenə ought-ların to yoxdur, çıxırıq. Haven't to səhvdir. Doesn't have to da düzdür, must da düzdür. Tərcümə edirik. We stop driving when the traffic light is red. Biz deməli svetofor işığı qırmızı olanda biz sürməyi dayandırmalıyıq. Məli dayandırmalıyıq. Doesn't have to həm mənəyə görə olmur, həm də we-dən sonra doesn't yox, don't olmalıydı. Ona görə zaten bunu çıxmalıydı. Sonra 9-cu sualda will be able to olmalıdır. Don't have to ilə işlənir. Oughtn't to yoxdur. Burada da haven't to deyə bir şey yoxdur. Qalır can't. You can't buy sausages at the chemist. Deməli, 10-cu sualda ought-larla çıxırıq. Çünki to-ları yoxdur. Are able to yoxdur. Haven't to səhvdir. Qalır should. You be rude to your friends. Ought to yoxdur. Able to yoxdur. Yenə burada ought-dan sonra to gəlməlidir. Haven't to səhvdir. Qalır shouldn't. You shouldn't be rude to your friends. Burada has to və is able to. To-lar çatmır. Can-dən sonra to artıq gəlib. Must have to olur. Amma campus sözü tək olduğu üçün bu have to yox, has to ilə işlənməlidir. Qalır must. Çünki şəxsin təkində olduğu üçün bu have yox, has-lə olmalıdır. Alice had to olmalıdır. Doesn't have-dən sonra to olmalıdır. Ought-dan sonra to olmalıdır. Could to ilə işlənməz. Alice is able to help you now. Is able to düz cavabdır. 14-də my granny and I hadn't səhvdir. Have to olmalıdır. Were able to olmalıdır. Could'dan sonra to gəlməməlidir.
qalır my granny and I had to go to the grocery store. Had to. Sonra 15-də are able-ın to-yu yoxdur, ought-un to-yu yoxdur. Həmçinin burada da able-dan sonra to gəlməlidir. Haven't to səhvdir ümumiyyətlə qalır B variantı must. 16-cı sualda Arthur was a little boy but he swam better than me. Have to yoxdur, was able to yoxdur. Həmçinin burada da could da heç vaxt couldn't to ilə işlənməz, qalır we could. We could swim better. Leave now or will be late. Deməli, able to yoxdur, haven't to yoxdur, yəni həmçinin hasn't to yoxdur. Haven't səhvdir, qalır mustn't. C must daha doğrusu, we must leave. 18-ci sualda to-yu verib diqqət eləyək. Burada to cümlədə işlədiblər. Deməli, to ilə işlənməyənləri çıxmalıyıq. Çünki must, can, may, should bunlar to ilə işlənməz, amma have to ilə işlənir. Demək, you have to learn this rule. 19-da hadn't to səhvdir. Haven't to yoxdur, are able to yoxdur. You-dan sonra has yox, have gəlməlidir. You have to olmalıdır. Ona görə qalır you can. You can get to that place by bus. Sonra sportsman to climb, burada da to özü cümlədə veribsə, biz should-u çıxmalıyıq, can-i və had-ını çıxmalıyıq, will be able to olmalıdır. Bunu be çatmır, qalır are able to. Deməli, to be able to ifadəsi əmizar able to olar, will be able to olar, ya da have been, has been, had been able to ola bilər. Yəni, to be forması fərqli formada da harada işlənməlidir, yəni işlənmirsə səhvdir. I believe my eyes, haven't to yoxdur, burada da çıxmalıyıq. Must to ilə işlənmir, hadn't to ümumiyyətlə səhvdir, qalır can't. I can't believe my eyes. 22-ci sualda I get up early in the morning, I live far from my office. Haven't to səhvdir, am able to yoxdur. Must to ilə işlənməz, can to ilə işlənməz, qalır have to. I have to get up early. 23-cü sualda will be able var, amma to-yu çatmır. Hasn't to çatmır. Hasn't to diye bir şey yoxdur. Must da to artıq işlənib. Will have to. He has missed the morning train and will have to wait for another one. 24-cü sualda birinci ipucumuz var. Burada any var. Any'yə baxacaq. Bir də able-ların zaten to'ları yoxdur. Çıxırıq. Hadn't to ümumiyyətlə səhvdir. Ought, to-suz to işlənə bilməz. Başqa bir cavab yoxdur. Elə couldn't olacaq. Ted couldn't wait anymore. 25-ci sualda was keçmiş zamandadır. Başqa deməli haven't to səhvdir, weren't able-ın və yaxud da were able-ın to yoxdur. Couldn't olar, could olar. Deməli tərcümə edəcəyik. The news was so strange that we couldn't believe it. Yəni xəbər çox qəribə idi. Ona görə də biz inana bilmədik. Yəni couldn't. İnana bilmədik. 26-da as his English is excellent, he find a good job. Deməli, has to ilə işlənməlidir. Hasn't to deyə bir şey yoxdur. Able to ilə işlənməlidir. Have to ilə işlənməlidir. Qalır will be able to. He will be able to find a good job. 27-də haven't səhvdir. Don't haven't to yoxdur. Oughtn't to yoxdur. Will able to da isə be çatmır. Will be able to olmalıdır. Qalır must. 27-ci sualda we protect nature from pollution. Should to ilə işlənməz. Have to ehtiyacı var. Haven't to səhvdir. Won't be able to yoxdur. Qalır must. Sonra 29-cu sualda I am too busy now. I phoned Jane. Haven't to səhvdir. Have olmaz. To yoxdur. May, could və can't ola bilər. I am indiki zamandadırsa bu keçmişdə ola bilməz. May və can't. Mən indi çox məşğulam. Jane-ə zəng edə bilmirəm. Məşğul olduğu üçün edə bilərəm, yox, edə bilmirəm olacaq. Çünki işi var. 30-cu sualda I missed the bus morning train. Cavablara baxırıq. To yoxdur burada, burada to yoxdur. Və bunların ikisi də səhvdə qurulursa, hadn't to, haven't to səhvdə qalır. A variant, had to. Had to, have to-nun inkarı don't, doesn't, didn't-ına düzəlməlidir. Ona görə haven't, hasn't, hadn't varsa cavablardan çıxmaq lazımdır. Burada da həmçinin çıxırıq. Burada to ilə işlənməyənlər var. To-ları çatmayanlar, bunlar çıxırıq, qalır mustn't. You mustn't take it without permission. 32-ci sualda hasn't to dediyi səhvdir. Able-ın to yoxdur. To yoxdur. May to ilə işlənməz. Qalır has to. Mary has to make a decision by herself. 32-ci sualda do the ironing
after the baby sleeps. O to ilə işlənməlidir. Will be able to yoxdur. Qalır burada can. Digər cavablara baxaq. Deməli, isn't able to yoxdur. Doesn't have to olmalıdır. Ona görə də qalır. Yəni burada B variantında can. Mother can do the ironing after the baby sleeps. 34-cü sualda we buy some flour to make a cake. Mustn't to ilə işlənməz. Haven't to deyə bir şey yoxdur. Bu don't have və will haven't to çatmır, qalır have to. We have to buy some flour to make a cake. 35-də haven't to deyə bir şey yoxdur. Will haven't to çatmır, don't haven't to çatmır. Mustn't to olmaz, qalır have to. 36-cı sualda the young mother washed the dishes after the baby slept. Ought to ilə işlənməlidir, able to ilə. Bunlar to çatmır, hadn't to səhvdir, qalır was able to. Sonra 37-ci sualda hadn't to demişik olmaz, ought to çatmır, was able, not able to çatmır, will able to da isə be çatmır, qaldı was not able to. The child is thirsty, you give him some water. Deməli, are able to yoxdur, ought to yoxdur. Qalır 1, 3, 4. Və bizdən də baxırıq tərcüməyə. Uşaq susuzdur, sən ona su verməlisən. Susuzsa verməməlisən desən məntiqsiz olar 1 ilə 4. Yəni su verməlisən. You should give ya da you must give him. Tom isn't attentive enough. He be more careful while driving. Ought olmaz. Hasn't to səhvdir. Isn't indiki zamandadır və didn't keçmişdə də uzlaşmı deyib onu çıxırıq. Mustn't və must olmalıdır. Tərcümə edirik. Tom kifayət qədər diqqətli deyil. O sürərkən daha diqqətli olmalıdır. Must be more careful olmalıdır. Sonra 40-cı sualda you strike a match if the room is full of gas. Oughtn't to yoxdur. Digərləri mustn't, can, must, should var. Tərcümə edək. Deyirsən, otaq qaz ilə dolu olanda sən kibrit yandırmamalısan. You mustn't. It's going to rain. You water the flowers in the garden. Oughtn't to yoxdur. Baxırıq should, must, can və needn't. Burada tərcümə də edə bilərik. Baxırıq zamanda da problem yoxdursa, baxırıq 3 dənəsi təsdiqdir, biri inkardır. Deməli, bunun olma ehtimalı çoxdur və mütləq dəqiqləşdirmək üçün tərcümə etməliyik. Yağış yağacaq, sən bağçadakı gülləri sulamağa ehtiyac yoxdur. You needn't water. Sonra haven't olmaz, oughtn't to düzdür. Bunlar are able to yoxdur. Yenə must, mustn't, oughtn't. İkisi inkardır, biri təsdiqdir. Deməli, təsdiq ola bilər. Tərcümə etməliyik. You work hard to pass the examination. It's so difficult. Sən imtahanı keçmək üçün çox çalışmalısan. O çətindir, çox çətindir. Ona görə sən çox çalışmalısan. Təsdiqi götürməliyik. 43-cü sualda deməli, there is a lot of food in the fridge. You go to the market. Have to ilə işlənməlidir. Digərlərinə baxırıq. Must, ought və should üçü təsdiqdir. Needn't inkardır. Tərcümə eləyək. Soyuducuda çoxlu yemək var. Sənin marketə getməyə bir ehtiyac yoxdur. Needn't. He knew he was wrong and he to apologize for his misunderstanding. Aha, burada to var deyə biz needn't to ilə işlənməz, should to ilə işlənməz, hasn't to be deyə bir şey yoxdur və didn't have to da düzdür, had to da düzdür. Qrammatik cəhətdən tərcümə etməliyik. O bilirdi ki, o səhvdir və o səhv başa düşüldüyü üçün üzr istəməli idi. Səhv olduğu üçün, bax o səhv olduğu üçün nə etməlidir? Üzr istəməlidir. Özür istəməyinə ehtiyac yoxdur. Belə səhvdir, yəni istəməlidir, məcbur. Brian is very rude. He to, aha, burada to var. Deməli, hasn't to ilə işlənməz. Hasn't to deyə bir şey yoxdur. Should to ilə işlənməz. Ought to, oughtn't to və doesn't have to. Deməli, ikisi inkardır. Baxın, biri təsdiqdir. Təsdiqi tərcümə eləyək. Brian çox kobuddur. O daha nəzakətli olmalıdır. He ought to be more polite. Don't wake him up now. He have enough sleep. Shouldn't, mustn't olar. Oughtn't to yoxdur. Hasn't to səhvdir və should olar. A, D, Y arasında qalırıq. Onu oyatma indi. Onun
Çox kifayət qədər yuxuya almalıdır, yəni kifayət qədər yuxlamalıdır. He should have enough sleep. Ona görə bu ikisi inkar təsdiqə götürməliyik. She can hear you well enough. You shout, speak in a low voice. Deməli, baxırıq, ought to düzdür, should, can, needn't və may hamısı düzdür. Deməli, hamısı təsdiqdir, biri inkardadır və tərcümə eləyək. O səni kifayət qədər yaxşı eşidir, sən qışqırmağa ehtiyac yoxdur. Aşağı səslə danış. Sonra burada da yenə həmçinin hamısı təsdiqdədir, bir dənə inkarda var və tərcümə edirik. John can do it himself. O John özü bunu edə bilər. He needn't ask his friend for help. O dostuna kömək üçün müraciət etməyinə ehtiyac yoxdur. Burada da həmçinin ought to yoxdur, digərləri isə olur. Və tərcümə edirik. We preserve our customs and traditions. Biz adət-ənənələrimizi qorumalıyıq. Have to, should və must. 1, 2 və 4. Ələnci sualda ought to ilə işləməlidir. Having to səhvdir. Qalır 2, 3 və 5. Tərcümə eləyək. We save water and electricity. Biz suyu və elektriki təsərrüf etməliyik, yəni qənaət etməliyik. 2, 3 və 5. We have to, we should və we must. Don't shout, you keep silent. Burada hamısı olur. İkisi təsdiqdir, ikisi inkardır. O zaman tərcümə edirik. Qışqırma, sakit olmalısan. Sakit olmalısan 1 və 3 olur, yəni D variantı. Don't waste your time. Deyirsən, vaxtını boşa xərcləmə. Faydalı şeylərə xərcləməlisən, etməlisən 1 və 3. Olacaq C variantı. You are driving too fast. Çox sürətlə gedirsən, sən sürəti azaltmalısan. Ought to, should və must. 1, 2 və 5, yəni D variantı. It's not allowed to park in this narrow street. You find another place to park. Deməli, burada hamısı 1, 3, 5 təsdiqdədir, 2 və 4 isə inkardadır, tərcümə edəcəyik. Burada it's not allowed to park in this narrow street. Bu dar küçədə maşını park etməyə icazə verilmir. You find another place to park. Sən maşını park etmək üçün başqa bir yer tapmalısan. Yəni müsbətlər, yəni təsdiqlər götürməlisən. Olur 1 və 3, 5. Sonra the main advantage of credit cards is that you carry cash. Having to olmaz. Deməli 1, 2 və 4. 1 və 2 inkardır, 4 isə təsdiqdir. Deməli 2 cavab götürəcəksə biz təbii ki 1 ilə 2-ni götürəcəyik, amma tərcümə edirik. Deyir, kredi kartların əsas üstünlüyü odur ki, sən yanında nəqd pul daşımaq məcburiyyətində deyilsən. Daşımağa ehtiyac yoxdur. You apply deməli, burada yenə having to səhvdir. İkisi təsdiqdədir, biri inkarda. Deməli, biz birisi götürməliyik, amma tərcümə etməliyik öncə. You apply for the job because you have an advantage of speaking fluent Spanish. Sən bu iş üçün müraciət etməlisən, çünki sənin axız səlici İspan dilində danışmaq üstünlüyün var. Yəni, sən etməlisən. 1 və 3. Deməli, burada hasn't olmaz, oughtn't to yoxdur, doesn't have to, shouldn't və has to. Yenə ikisi inkardır. Diqqət edirsə, biri təsdiqlədir, tərcümə edirik. A citizen has to guard his national property. Deməli, vətəndaş öz milli mülkiyyətini nə etməlidir? Qorumalıdır. Has to. Traveler guard his personal things. Deməli, burada oughtn't to yoxdur, hasn't to səhvdir. Doesn't have to və shouldn't inkardır, has to təsdiqdir, tərcümə edirik. Səyyah öz şəxsi əşyalarını qorumalıdır. Olacaq, has to. Deməli, don't have to yoxdur. Burada əslində deməli, to özü verib, diqqətli olaq. Deməli, don't have to ilə, had to ilə işlənir. O zaman bu üçün çıxmalıyıq. Deməli, restoran was keçmişdədirsə, burada heç buna baxmağa gərək yoxdur. Çünki keçmişdədirsə, keçmiş olmalıdır. Restoran çox izdihamlı idi. Ona görə də biz başqasını seçməli olduq. We had to choose. 60-da deməli, the food in the cafe was so disgusting that we had to leave. Burada to vardı deyə.
kodları, needed'lar çıxırıq. Didn't have to, had to və don't have to. Was keçmişdə olduğuna görə birinci don't çıxmalıyıq, qalmalıdır C və Y. Deməli, deyir ki, kafedəki yemək çox iyrənc idi. Ona görə də biz dərhal oranı tərk etməli olduq. We had to leave. You will hardly see the singer from here. You sit in the front. Aha, burada baxıram, hamısı düzdür. Deyirsən, buradan müğənnini görə bilmərsən, çətinliklə görə bilərsən. Sən ön sırada oturmalıydın, yəni ön sırada oturmalısan. Oturmalısan, you ought to, you should, 3-dən 5 və bir də deyə bilərsən ki, sən otura bilərsən. 2, 3 və 5, yəni tərcümə edən düz çıxır. Yəni oturmağa ehtiyac yoxdur, yəni məcbur deyilsən yox, amma görə bilmədiyin üçün deməli sən öndə oturmalısın. Sonra should she, does she have to, aha, burada qəşəng bir maraqlı sualdır. Should she, why should she? Demək, bütün modal feillərin sualı özü ilə düzəlir. Yalnız have to-nun modal feil sualı və inkarı do, does-la düzəlir. Ought she-dən sonra bir dənə to gəlməlidir. Ought-un to olmalıdır burada. Ought she to. Necə bu səhvdir? Should she düzdür. Does she have to düzdür. Must she düzdür. Has she to səhvdir. Çünki sualda has-lə deyil, do, does-la düzəlməlidir. Ona görə should, does she have to və must olar. Yəni 1, 3 və 4. Deməli, 63-cü sualda deməli, I speak to the manager. Deməli, burada ought-un to yoxdur, haven't olmaz ümumiyyətlə. Should I speak, can I speak, must I speak? 1, 3 və 5 üçü də sualda işlənə bilər. I want to know the truth, you lied to me. Haven't to deyə bir şey yoxdur, aren't able to çatmır, qalar 3 və 4. Yəni, mustn't və shouldn't. A variantda will be able to olmalıdır. Ought to ilə işlənməlidir. Ought-un da yenə to ilə işlənməlidir. Haven't to deyə bir şey yoxdur. I know I shouldn't raise a panic, but I can't stop it. Olacaq Y variantı. Deməli, burada ought-un to yoxdur. Haven't to səhvdir. Will be able to olmalıdır. Haven't to səhvdir. Qalar you ought to relax sometimes. You should take a break olacaq B variantı. Aha, deməli, burada ought to yoxdur, haven't to səhvdir, ought to, doesn't have to, mustn't. Tərcümə etməliyik. Deməli, sən deyir küçəni, traffic light is red, qırmızı işıqda sən küçəni keçməməlisən. Keçməməlisən, olmalıdır, mustn't. Düşünə bilərsiniz, ikisi inkar edir, amma bu inkarların mənası fərqlidir. Have to-nun inkarı, deməli, don't have to, doesn't have to etməyə bilərsən, məcbur deyilsən, amma must-ın inkarı isə mustn't məcburdur, yəni etməməlisən. 68-də you leave your friend in danger. Ought-un to yoxdur, are able to yoxdur, shouldn't, ought to və have to. Tərcümə ilə tapacaq, amma bu ikisi təsdiqdir, bu inkara baxmalıyıq. Deməli, sən dostluğu təhlükə içərisində qoymamalısan, tərk etməməlisən, olacaq B variantı. 69-da isə mustn't, needn't, oughtn't to, shouldn't, don't have to, hamısı olur. Amma burada diqqət edin, sizə bir şey çatdırım. Deməli, burada bir tag question var. Tag question ayrıcı sual və yaxud da buna disjunctive question da deyirlər. Ayrıcı sualda bizə verilən cümlə, yəni cümlə təsdiqdədirsə, sual hissəsi inkarda olur. Bura inkardadırsa, sual hissəsi təsdiqdə olur. Deməli, bu təsdiqdədirsə, baxın, vergüldən sonraki hissə təsdiqdədirsə, deməli, cümlə inkarda olmalıdır. İnkarda olmalıdır. Zaten bunların hamısı da inkardır. Biz nə edirik? Deməli, hansının köməkçisi do olar? Mustn't-ın təsdiqi olacaq must. Needn't-ın need. Ought-ın yenə ought to. Shouldn't-ı elə should-ın özü olmalıdır. Bir dənə don't have to-ın təsdiqi olacaq elə do. Deməli, have to-nun inkarı don't olur. Sualı da do ilə düzəlir. Olacaq. Deməli, the patients who get treatment at this hospital don't deməli, have to pay for medical cure, do they? Tərcüməsi də belə olur ki, bu xəstəxanada müalicə alan xəstələr, yəni müalicə üçün pul ödəmək məcburiyyətində deyirlər. Elə deyilmi? Sonra 70-ci sualda, 70-də deməli should, must, hamısı hadn't to olmaz və burada 2 təsdiq, 2 inkardırsa biz tərcümə etməliyik.
As fruit is source of vitamins and energy, children use it a lot. Meyvə deməli vitamin və enerji mənbəyi olduğuna görə uşaqlar onu çox istifadə etməlidir. Should, must. 1 və 3, yəni D variantı. Aha, deməli, baxırıq cavablarda O-tun, burada ikinci səhvdə to var. Diqqət eləyin to'ya. Can't, needn't çıxmalıdır, çünki onlar to ilə işlənmir, qalır bu 3-ü. Deməli, you have to go tərcümə etməliyik. Sən ora tək getməməlisən. O biz bir yerdə olmalıyıq, yəni qrupda qalmalıyıq. We have to. Deməli, you shouldn't go alone, it isn't safe. We have to keep together in a group. Biz qrupda qalmalıyıq. Sonra deməli 72-ci sualda I spent too much money as I have only got a little left. Deməli, needn't to ilə işlənməz. Digərlərinə baxırıq. Hamısı var. Bir dənə inkar budur deyə tərcümə etməliyik. Mən deyir, bugün çox pul xərcləməmə ehtiyac yoxdur. Çünki mənim yalnız birazca pulum qalıb. Deməli, ehtiyac yoxdur pul xərcləməyinə. Sonra 73-də you put ice cream into the fridge or it will melt. Deməli, should, can't hamısı olur. Bir dənə deməli tərcümə ilə olmalıdır. Çünki hamısı inkarda, bir dənə təsdiq var. Tərcümə etməliyik. You should put the ice cream into the fridge or it will melt. Yəni sən dondurmanı soyuducuya qoymalısan, yoxsa o əriyəcək. Should. 74-də you apologize, it's not your fault. Sən üzr istəmək məcburiyyətində deyilsən. Bu sənin səhvin deyil. Ought to olmalıdır, ought to olmalıdır, will be able to, will be, həm be, həm də to çatmır, haven't to səhvdə qalacaq, you don't have. Heç tərcüməyə gərək yoxdur, sadəcə cavablardan belə çıxma bilirmiş. Haven't to səhvdir, will be able to olmalıdır, have to, ought to qalır, elə mustn't. 76-da haven't to səhvdir, don't haven't to, able to və be çatmır, ought to çatmır, qaldı must. Mustn't deməli. Sonra burada isə ought to yoxdur, digərləri qalır. Biz yeməyimizə çox duz salmamalıyıq. Bax, hamısı inkar təsdiqdir, bir inkarımız var. Düz cavab elə budur. 78-də it's very cold. Burada da to var. Hadn't to deyə bir şey yoxdur. Sən sviter geyinməlisən. Geyinməlisən. Məcbur 2 və 4. Burada isə to var. To. Should to ilə işləmir. Won't be able to olmalıdır. Bunun bir çatmır. Qalacaq have və ought. 3 və 4. Yəni B variantı. Sonra 80-ci sualda they win the race. Ought to yoxdur. Are able to düzdür. Will be able to olmalıdır. Bir də can düzdür. Yəni 2 və 3. They can, bir də they are able to sinonimdir zaten. Sonra 81-ci sualda I'm afraid he will be able to olmalıdır. Ought to yoxdur. Qalır 1 və 4. A variantı. Səsincinin sualda your friend tell you what to do. Deməli, can olar, will be able to olmalıdır. Hasn't to səhvdir ümumiyyətlə. Ought to çatmır, haven't to çatmır, qalacaq can. Deməli, your friend can tell you what to do. Səksən üçüncü sualda he, to vardısa, deməli, to ilə işlənən iki cavabımız var. Can, must to ilə işlənmir, hasn't to səhvdir. O həkimə getməlidir, çünki onun diş ağrıyır. Deməli, has to go. Deməli, burada isə to var, to ilə işlənəni götürməliyik. May to ilə işlənmir, must to ilə işlənmir, hadn't to səhvdir. Was keçmişdi, bunlar ikisi də keçmişdi, o zaman tərcümə etməliyik. It was a very difficult text. I had to look up a lot of words in the dictionary. Deməli, mətn çox çətin idi, mən lüğətə baxmalı idim. Yəni, sözlər üçün lüğətə baxmalı idim. 85-də haven't to səhvdir, shouldn't to səhvdir. Deməli, needn't, have to və must. İkisi təsdiqdədir. Have to ilə must zaten sinonimdir, qalır needn't. Tərcümə edirik. Bu ciddi deyil. You needn't worry. Sən narahat olmağa ehtiyac yox. 86-cı sualda children play quiet games because their father was sleeping.
able to ilə işlənməlidir. Having to səhvdir. Qalır A və Y variantı. Uşaqlar səssiz oyunlar oynamalı idilər, çünki ataları yatırdı. Sonra 87-də were so heavy that I carried them alone. Able to yoxdur. Couldn't, was able to, had to yoxdur. Qalır A, B və D. Couldn't was able to zaten sinonimdir. Təsdiqləmdə ikisi və qalır couldn't. Səbətlər çox ağır olduğu üçün mən onları tək daşıya bilmirdim. 88-də deməli to yoxdur, hadn't to səhvdir, digərləri qalır. Was keçmiş olduğu üçün birinci burada must da çıxmalıyıq. Could və wasn't able to. Otaq çox səs-küylü idi. Mən o işləyə bilmirdi və burada any olduğuna görə zaten burada inkar olmalıdır. 89-cu sualda hasn't to səhvdir. Won't able to çatmır, həm də be çatmır. Burada to çatmır, burada isə be çatmır. Qaldı will have to. Bunun düzgün forması olmalıdır. Will be able to. 90-cı sualda deməli the exercise was easy that he to yoxdur burada. Hadn't to səhvdir. Qalır could, couldn't və wasn't able to. Wasn't able to və couldn't ikisi də bacarmaq bilmirdi, bacarmırdı keçmişdədir ikisi də. Və burada tərcümə etmək də olar. Deməli, çalışma çox asan idi. Ona görə də bunu heç problemsiz həll edə bilirdi. Could. Deməli, 91-də visit your parents very often. Deməli, have to olmalıdır, ought to olmalıdır, haven't to səhvdir, qalır should və don't have to. Sən valideynləri tez-tez ziyarət etməlisən. Onların sənin qayğına ehtiyacı var. Deməli, you read these detective stories, they are interesting. Have to ilə işlənməlidir. Burada ikisini çıxırıq. Should, shouldn't və oughtn't to. Sən bunları oxumalısan, onlar maraqlıdır. Should məsləhət görür ki, yəni oxumalısan. When I read easy text, mən asan mətnlər oxuyanda lüğət istifadə etməyimə gərək yoxdur. Etməliyəm yox, gərək yoxdur. Hər ehtimala qarşı digərlərinə də baxaq. Digər cavablarda isə baxmalıyam yox, haven't to səhvdir, will be able to yoxdur, elə cavabımız düz idi. Sonra 94-də when we have got a toothache, we go to the dentist. Don't have to ilə, have to ilə işlənməlidir, ought to ilə işlənməlidir. Dişimiz ağrıyanda həkimə getməliyik. Olacaq B variant. Sonra burada should to ilə işlənməz, ought to ehtiyacı var, haven't to səhvdir ümumiyyətlə. Mən ev işini özüm tək edə bilirəm və mənim ehtiyacım yoxdur. Heç birimin köməyinə ehtiyacım yoxdur. Deməli, edə bilirəm. Burada baxırıq, but I can't deyirsə, deməli, butdan sonra inkarcı, butdan əvvəldə bunun təsdiqi olmalıdır, yəni can. Nick can join the party, but I can't. Nick deyir, oyun partiyə qoşula bilər, amma mən yox. Deməli, burada can't-la can't olmaz, hasn't to səhvdir ümumiyyətlə və burada is able to-nun inkarı can't-la yox, isn't able to olmalıdır, ona görə səhvdir. 97-də solve the problem but we can. But-dan əvvəl deməli inkar olmalıdır ki, but-dan sonra da bunun təsdiqi olsun. Deməli, can't inkarı olacaq can't. 98-də we don't have any medicine at home, so I haven't səhvdir, don't have to, will able to səhvdir, qalır mustn't və must. Evdə dərman qalmamışdı, ona görə də aptekə getməli idim və getməliyəm. I must go. Sonra burada I have broken my tooth, so I haven't to səhvdir, have to-suzdur, I am able to, mustn't və must. Dişim qırılıb və dərhal həkimə getməliyəm. Burada isə to ilə işlənənləri götürməliyik, ought to və have to, yəni 1 və 3. 101-də isə you wash the vegetables carefully before eating. Haven't to səhvdir, to'lar çatmır bunların, should və mustn't. Biz yeməmişdən öncə tərəvəzləri yumalıyıq, diqqətlə yumalıyıq. Each of us do, oughtn't to yoxdur, hasn't to səhvdir və should, doesn't have to və needn't. Bu ikisi inkardır, tərcümə edirik. Hər birimiz ətraf mühiti çirkləndirməyi dayandırmalıyıq. Olacaq should. Və 103-də deməli burada da hasn't to səhvdir, oughtn't to yoxdur. Yenə burada ikisi inkardır, biri təsdiqdir.
hər birimiz ətraf mühit problemlərini həll etmək üçün nəsə etməliyik. Deməli, bu həftəlik bu qədər. Gələn həftə bu modal fe'llərin davamını yazacağıq. Sağ olun, hələlik.